Ne etmək lazımdır? İmanı təzələmək üçün. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem: İnnel imanə la yaxlaqu fi cawfi ahadikum kema yaxlaqu s-sav. Sizdən hər birinizin imanı üzərində olan geyimi kimi köhnəlir. Fəsəlullaha ən yücəddidəl imanə fi qulubikum. Allahdan istəyin ki, sizin qəlbinizdə olan imanı təzələsin. Deməli, dua eləmək lazımdır. Duanı çoxaltmaq lazımdır. İsrarla Allah Taala'dan istəmək lazımdır ki, ya Rab, ölənə qədər məndən sənə ibadət eləməyi istəmirsən və onu sən mənə nəsib eləməlisən. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Aləmlərin Rəbbi olan Allah nəsib eləməyəncə sən 100 il yaşaya bilməzsən. Aləmlərin Rəbbi olan Allah sənə ibadət eləməyi, qarşısında səcdə etməyi və o əzəmətli bir halı yerinə yetirməyi sənə nəsib eləməsə, sən onu edə bilməzsən. Tam varlığınla Allaha ərz eləməlisən nəfsini ki, ya Rab, ölənə qədər mənə nəsib elə.